Salam. Rit Kalinka'dan bugün 15-ci dərsə baxacağıq. Urok 15. Urok 15. Moj город. Mənim şəhərim. Yeni sözlərə baxaq. Novые слова. Yeni sözlər. Zdание, bina, metro dəyişmir, stansiya metro, metro dayanacağı, avtobus dəyişmir, остановка avtobusa, avtobus dayanacağı, bilet dəyişmir, площадь meydan, Krasnaya площадь qırmızı meydan, Kreml meydanın adıdır, Targovый center ticarət mərkəzi, supermarket dəyişmir, Tserkov kilsə, apteka, aptek. 14-cü söz rayon, ərazi, karta, xəritə, здесь, burada, tam orada, сюда, buraya, туда, oraya, близко, yaxın, далеко, uzaq, недалеко, yaxınlıqda. Прямо, düz, налево, sola, направо, sağa, prospekt, enli küçə, спешить, tələsmək, находиться, yerləşmək, видеть, görmək deməkdir. Oldu yeni sözlərimiz. Keçək диалогlara. Диалог номер 1. Birinci диалог. Извините, вы знаете, где находится Красная площадь? Başlayın, siz bilirsiniz qırmızı meydan harda yerləşir? Конечно, əlbəttə. Красная площадь недалеко. Qırmızı meydan uzaq deyil. У вас есть карта? Sizdə xəritə var? Да, вот, bəli, budur. Вы знаете, где мы сейчас находимся? Siz bilirsiniz, biz indi harda yerləşirik? Смотрите, baxın. Мы находимся здесь. Biz burada yerləşirik. А Красная площадь там. Qırmızı meydan isə oradadır. Видите? Это большое серое здание. Görürsünüz bu böyük boz binanı. Идите прямо, düz gedin. А потом налево. Sonra isə sola. Большое спасибо. Çox sağ olun. Диалог номер 2. İkinci диалог. Nina. Где вы живете? Nina, siz harda yaşayırsınız? Я живу в центре. Mən mərkəzdə yaşayıram. Это очень красивый район. Bu çox gözəl ərazidir və yaxud da rayondur. Здесь есть все. Торговый центр, супермаркет, больница, аптека, restoranı, park, stansiya, metro. Burada hər şey var. Ticarət mərkəzi, supermarket, böyük xəstəxana, aptek, restoranlar, park və metro dayanacağı. A какая ваша станция metro? Bəs sizin metro dayanacağınız hansıdır? Моя станция metro, prospekt Mira. Mənim metro dayanacağım Sü prospektidir. А еще сюда идет автобус номер 305. Bundan başqa buraya 305 nömrəli avtobus da gəlir. Да, мои родители живут там недалеко. Bəli, mənim valideynlərim orada yaxınlıqda yaşayırlar. Это очень хороший район. Bu çox yaxşı rayondur. Диалог 3. Üçüncü dialog. Извините, где станция metro? Başlayın. Metro dayanacağı hardadır? Станция metro tam. Metro dayanacağı oradadır. А где торговый центр? Bəs ticarət mərkəzi hardadır? Идите прямо, а потом направо. Düz gedin, sonra isə sağa. Спасибо. А вы знаете, где здесь есть хороший и недорогой ресторан? Bəs siz bilirsiniz, burada hardadır yaxşı, çox da baha olmayan restoran? Нет, не знаю. Xeyr, bilmirəm. Извините, я спешу. Başlayın, mən tələsirəm. Диалог 4. Диалог nömrə 4. Извините, какой это автобус? Başlayın, bu hansı avtobusdur? Это автобус номер 212. Bu 212 nömrəli avtobusdur. Он идет в центр. O mərkəzə gedir. Нет, автобус номер 380 идет в центр. Xeyr. 380 nömrəli avtobus mərkəzə gedir. Смотрите, вот он. Baxın, budur o. А сколько стоит билет? Bəs bilet neçədir? Bilet стоит 25 рублей. Bilet 25 rubldür. Диалог номер 5. Beşinci диалог. Извините, вы знаете, какой автобус идет в центр? Başlayın, siz bilirsiniz, hansı avtobus mərkəzə gedir? А куда вы хотите? Bəs siz hara istəyirsiniz? На Красную площадь, qırmızı meydana. Да, на Красную площадь и в Кремль.
Bəli, Qırmızı meydana və Kremlə. Это очень далеко. Bu çox uzaqdır. Я не знаю, какой автобус идет туда. Mən bilmirəm hansı avtobus gedir ora. Но здесь недалеко есть станция метро. Amma burada yaxınlıqda metro dayanacağı var. Красная площадь находится на станции Площадь Революции. Qırmızı meydan İnqilab Meydanı stansiyasında yerləşir. У меня есть карта метро. Məndə metro xəritəsi var. Вот, смотрите. Budur, baxın. Сейчас мы находимся здесь. Biz indi burada yerləşirik. Большое спасибо. Çox sağ olun. Keçdik mətnə. Мой родной город. Mənim doğma şəhərim. Mətni oxuyaq. Здравствуйте. Salam. Меня зовут Михаил. Məni Mixail çağırırlar. Я живу в Москве. Mən Moskvada yaşayıram. Moskva мой родной и любимый город. Moskva mənim doğma və sevimli şəhərimdir. Здесь есть красивые проспекты, старые и новые здания, teatrы и parki. Burada gözəl prospektlər, köhnə və yeni binalar, teatrlar və parklar var. В центре есть Кремль и Красная площадь. Mərkəzdə Kreml və Qırmızı meydan var. Я очень люблю гулять в центре в выходные. Mən istirahət günləri mərkəzdə gəzməyi çox sevirəm. А вот мой район. Budur mənim ərazim, rayonum. Здесь есть супермаркет, аптека, небольшой парк и старая церковь. Burada böyük market, aptek, kiçik park və köhnə kilsə var. Это большое серое здание мой дом. Bu böyük boz bina mənim evimdir. Недалеко есть остановка автобуса. Yaxınlıqda avtobus dayanacağı var. Смотрите, вот автобус номер 410. Baxın, budur avtobus 410 nömrəli. Он идет в центр, o mərkəzə gedir. Каждое утро я иду на остановку, покупаю билет и на работу. Hər gün səhər mən dayanacağa gedirəm, bilet alıram və işə. Но сегодня суббота, amma bugün 6-cı gündür. Сегодня я иду в Большой театр. Bu günlər mən böyük teatra gedirəm. Сначала я обедаю в ресторане, а потом гуляю в центре. Əvvəl mən restoranda nahar edirəm, sonra isə mərkəzdə gəzirəm. Извините, говорит один турист. Başlayın, bir turist deyir. Вы знаете, где находится Кремль? Siz bilirsiniz Kreml harda yerləşir? Конечно, отвечаю я. Əlbəttə mən deyirəm. Это близко, bu yaxınlıqdadır. Идите прямо, düz gedin. А потом налево, sonra isə sola. Видите эти красные стены? Görürsüz bu qırmızı divarları? Это Кремль, bu Kremldir. В Кремле есть старые церкви и интересные музеи. Kremldə maraqlı kilsələr və köhnə kilsələr və maraqlı muzeylər var. Большое спасибо, отвечает турист. Çox sağ olun, deyir turist. Ах, какой красивый город Москва, думаю я. Ah, necə də gözəl şəhərdir Moskva, mən düşünürəm. А вы были в Москве? Bəs siz olmusunuz Moskvada? Sonra qırmızı ilə yazıb вопросы к тексту. Mətnə aid suallar. Ответьте на вопросы по содержанию текста. Mətnə əsasən suallara cavab verin. Birinci sual. Где живет Михаил? Михаил harda yaşayır? Cavabını özü yazıb он живет в Москве. O Moskvada yaşayır. İkinci sual. Что есть в Москве? Moskvada nə var? Moskvada nə var? Orada yazıbdır. Aptek, park, köhnə kilsə, supermarket və s. Где Михаил гуляет в выходные? Михаил harda gəzir istirahət günləri? Mərkəzdə gəzir. Его район хороший, onun ərazisi yaxşıdır. Что там есть? Orada nə var? Yenə də o sayır deyir, bizim rayonumuzda kilsə var, sonra nə var idi yazmışdı, onları oxuyub yazacaqsınız. Дальше, что там есть? Какой автобус идет в центр? Hansı avtobus mərkəzə gedir?
410 nömrəli. Что Михаил делает в субботу? Так, şənbə günləri Mixail nə edir? Şəhərə gedir gəzməyə. Что спрашивает турист? Turist nə soruşur? Kremlin yerini soruşdu. Mətnə əsasən tapacaqsınız. Что есть в Кремле? Kremldə nə var?